31 mart Azərbaycanlıların soyqırımı günüdür. Bugün martın 31-i Azərbaycanlıların soyqırımı günüdür. 107 il əvvəl Bakı ilə yanaşı ölkəmizin bir neçə bölgəsində Azərbaycanlılar qadın, uşaq, yaşlı, ahıl demədən kütləvi şəkildə amansızlıqla qətlə yetirildi. Həmin dəhşətli hadisələrdən 107 il ötür. Biz də bugün studiyamızda olan qonağımız, Milli Məclisin deputatı Günay Ağamalı ilə bu haqda danışacağıq. Günay xanım, xoş gəlmisiniz. Xoş gördük, təşəkkür edirəm İrfan bəy. 31 mart Azərbaycanlıların soyqırımı günü radikal erməni qruplaşmalarının irqi ayrı-seçkili və dözümsüzlüyünün qurbanı olmuş, sistematik etnik təmizləmə və soyqırımına məruz qalmış günahsız həmvətənlərimizin xatirəsinin yad edildiyi gündür. Yad etmək, bu haqda danışmaqla paralel yaşadıqlarımızı unutmamaq, eyni zamanda hansı tarixi yoldan keçdiyini dərk etməkdir, elə deyilmi? Tamamilə düzgün vurğulayırsınız İrfan bəy. Çox təəssüf ki, biz əsrlər boyu ermənilərin bizlərə qarşı, Azərbaycanlılara qarşı çox illik, çox əsrlik deyərdim ki, təcavüzünə, zorakılığına, işğalına, vandallığına məruz qalmışlar. Bunun bariz nümunələrindən biri də 31 mart soyqırımı günüdür ki, hansı ki 1918-ci ilin mart ayının 30-undan aprel ayının 3-nə qədər davam edən bu soyqırım ermənilər tərəfindən xalqımıza qarşı törədilən növbəti soyqırım hadisəsi idi. Çox təəssüf ki, insanlarımızın qırılmağı ilə bərabər həm də bizim məscidlərimiz, evlərimiz həmin zaman yandırılmışdı və ermənilər bugün onu təbii ki, heç zaman qəbul eləmədikləri kimi, hər zaman özlərinin boyunlarından atdıqları kimi bu hadisəni də boyunlarından atırlar. Yəni onlar nə zaman öz etdikləri günahları, səhvləri özlərinin üzərinə götürüb onu qəbullanıblar ki, həyatı boyu bunu etməyiblər. Təbii ki, bu hadisənin və 31 mart soyqırımının Azərbaycanlıların soyqırım günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən deməli soyqırım günü kimi qeyd olundu 1998-ci ildəki fərmanına əsasən. Təbii ki, biz Azərbaycan xalqı olaraq illərdir ermənilərin bu vəhşiliyinə qarşı mübarizə aparırıq. Çox təəssüf hissi ilə qeyd etmək istərdim ki, və bu mübarizədə biz tək olmuşuq, tək vuruşmuşuq. Ermənilərin özlərinə bənzər havadarları hər zaman onların arxalarında durublar. Təbii ki, orada müəyyən maraqları da olub o dövlətlərin, bunlardan ermənilərdən istifadə ediblər. Təbii ki, bunu ermənilər bu şəkildə qəbul etməsələr də, yəni bu reallıqdır. Və ən əsası və xüsusilə qeyd etmək istərdim ki, bugünə qədər onlar bu soyqırımın özlərinə, öz tarixlərini, sanki olmayan tarixlərini saxtalaşdıraraq, onlar tərəfindən olunmadığını dilə gətirirlər. Yaxşı, 2007-ci ildə Quba şəhərində aparılan qazıntılar zamanı ortaya çıxan bu kütləvi məzarlıq bunun özü bu hadisənin yəni sübutudur. Bu hadisə qaçınılmazdır, yəni ermənilər tərəfindən olunduğu və təbii ki 2009-cu ildə möhtərəm cənab prezidentin müvafiq sərəncamına əsasən Quba memorial kompleksi inşası haqqında sərəncam imzalandı və 2013-cü ildə Heydər Əliyev fondu tərəfindən həmin kompleks açıldı. Kompleksin açılışında möhtərəm cənab prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva özləri də iştirak etdilər. Yəni onlar bu tarixi nə qədər dansalar da, bu və ya buna bənzər bu kimi tarixi nə qədər dansalar da, Azərbaycanlıların əlində kifayət qədər sübutlar var, kifayət qədər faktlar var. Bugün də bununla məşğul olan xüsusi araşdırmaçılar var, tarixçilər var və mən hesab edirəm ki, ermənilərin boyunlarından atmaqları ilə deyil, bu ermənilər tərəfindən qəbul olunması da mən hesab edirəm ki, bu zaman-zaman öz yerini tapacaq və çox təəssüf hissi ilə qeyd etmək istərdim ki, bugün beynəlxalq deməli müstəvidə 31 mart soyqırım kimi qəbul olunmaması da bizdə müəyyən təəssüf hissi doğurur. Yəni bu qəbul olunmalıdır. Bu yerdə istərdim Günay xanım bir məsələyə toxunaq. Azərbaycanlıların soyqırımı ilə bağlı bir çox tarixi faktlar var. Dünyada ədaləti qoruduğunu iddia edən beynəlxalq təşkilatlar, ali qurumlar bu həqiqətlə üz-üzə qalanda niyə həqiqətin yanında durmurlar?
Çünki burada elə hesab edirəm ki, müəyyən təbii ki, öz havadarlarını, onlar bilirsiniz necə, ermənilərə havadarlıq ediblər. Onlar illər boyunca 200 ildən artıq bir dönəmdə ermənilərə havadarlıq ediblər. Daha öncə qeyd etdiyim kimi, təbii ki, burada onların özlərinin də marağı olubdu. Və bugün ümumiyyətlə bu kimi hadisələrin, soyqırımların törədilməsi təkcə Azərbaycanlılara qarşı törədilmiş soyqırım deyil. Bu bəşəriyyətə qarşı bir cinayətdir. Bu türk-müsəlman aləminə qarşı törədilmiş bir cinayətdir. Və onlar nə zaman elədiklərini boynuna alıblar. Həyatı boyu onlar öz etdiklərindən boyun qaçırdıblar və xüsusilə də qeyd etmək istərdim ki, mən sizin təbii ki, yəqin ki, yadınıza gələr. O zaman Sarkisyan hələ dövlət başında olanda belə bir söz işlətmişdi ki, Azərbaycanlıların ağlına, düşüncələrinə belə gəlməzdi ki, biz onların dinc əhalisinə qarşı hər hansısa bir Xocalı ilə bağlı məsələdə xüsusən. Bəli, hər hansısa bir belə deyim, faciə törətmiş olarıq. Lakin biz bunu etdik. Biz bunu etdik və göstərdik ki, biz bunu bacarırıq. Görün, insanlar özlərini nə ilə sübut eləyirlər, əgər bunları ümumiyyətlə insan demək olarsa. Bu da nədir? Bu da təbii ki, Şaumyan kimilərinin davamçılarıdır. Şaumyanın davamçılarını bundan yaxşı bir şey gözləmək olmazdı. Və bəzi böyük qüvvələrdən də bu dəstəyi alıblar. Təbii ki, alırlar. Çox təəssüf ki, bugün də müəyyən qərb ölkələri onların arxasındadılar. Müəyyən onlara sözlər verirlər, vədlər verirlər və sanki ermənilər özlərini çox böyük bir xalq hesab edirlər. Əslində tarixi olmayan bir xalqdır. Xalq demək olarsa, tayfalardan törənən bir, bilmirəm, hansı sözlə ifadə etsək bu daha belə məntiqli çıxar. Yəni bunlara xalq demək, dilləri yox, bilinmir hansı kökdən yaranıb. Biraz o xalqdan, biraz bu xalqdan, biraz o dildən, biraz bu dildən. Mətbəxləri yox, tarixləri yox. Hansı tarixdən danışırlar, hansı mətbəxdən, hansı mədəniyyətdən danışırlar. Hamısı Azərbaycanlılardan oğurlanmış mətbəx formalaşdırıblar, mədəniyyət formalaşdırıblar. Sanki bunların bir irsi var. Hansı irsdən söhbət gedir? Ümumiyyətlə ermənilər özləri bir öz tarixlərinə çönüb baxsalar ki, bir erməni olaraq biz nə kökənliyik? Kökənləri belə bəlli deyil bunların. Hesab edirəm ki, onların havadarları əslində biz 44 günlük müharibədə Azərbaycanın hansı gücə sahib olduğunu göstərdik. Biz son antiterror əməliyyatlarında 23 saatlıq davam edən antiterror əməliyyatları zamanı biz Azərbaycanın hansı gücə, hansı qüdrətə malik olduğunu göstərdik. Ölkə başçısı cənab prezident İlham Əliyevin rəhbərliyi ilə onun diplomatik və səriştəli siyasəti ilə Azərbaycanın qəhrəman silahlı qüvvələrinin gücü ilə biz bütün dünyaya sübut etdik ki, Azərbaycan təkdir, ancaq güclüdür. Vacib bir məqama toxundunuz. Elə istərdim ki, mən də bura vurğu edim. Bugün biz Azərbaycanın timsalında qalib ordu, qalib dövlət görürük. Haqqı da, ədaləti də öz gücümüzə bərpa etmişik. Tarix bizə ondan dərs götürməyi tələb edir. Belə faciələrin təkrarlanmaması üçün yumruq olmağı, güclü olmağı, bir olmağı bacarmalıyıq. Bəs hazırki dövlət vətəndaş birliyinin sarsılmaması üçün nələrə diqqət ayrılmalıdır, nəyi unutmamalıyıq? Çox maraqlı məsələyə toxundunuz Urfan bəy. Biz Azərbaycanın həmrəyliyini daha öncə qeyd etdiyim kimi 44 günlük vətən müharibəsi zamanı gördük. Azərbaycan bütün dünyaya prezident, ordu, xalq birliyini göstərdi, nümayiş etdirdi. Bu Azərbaycanın bir həmrəylik nümunəsi oldu və mən hesab edirəm ki, bütün məsələlərdə olduğu kimi biz bundan sonra da cənab prezidentin ətrafında sıx birləşəcəyik, birləşmişik də və hesab edirəm ki, bizim bu birliyimizə heç bir qüvvə, heç bir kənar müdaxilə, hər hansısa bir maneə ola bilməz. Çünki Azərbaycan xalqı bugün öz ölkə rəhbərinə güvənir, inanır, onun siyasətini dəstəkləyir və xalq olaraq da hər zaman onun yanındadır. Təşəkkür edirik Günay xanım, minnətdarıq. Çox sağ olun. Əziz dinləyicilər, bugün martın 31-i Azərbaycanlıların soyqırımı günüdür. Müsahibimiz isə Milli Məclisin deputatı Günay Ağamalı idi. 31 mart Azərbaycanlıların soyqırımı günüdür.